Məktəbdə şiddətlə mübarizə mi daha çox aparılır, yoxsa başörtüsündə mübarizə mi daha çox aparılır? Hı? Bullyingdən mi daha çox mübarizə aparılır? Məsələn, qız uşaqlarını yığıb, fikirləşin, hansısa məktəb qız uşaqlarını yığıb danışırmı ki, qızlarımız, hörmətli bizim gələcək analarımız, gəlinlərimiz, bacılarımız, bir-birinizin geyiminlə lağ eləməyin, bir-birinizin bahalı telefonlarla lağ eləməyin, bir-birinizin şəkillərini, videolarını çəkib təhqir eləməyin. Siz bacısınız, rəfiqəsiniz, dostsunuz, bir-birinizə mərhəmətli davranın. Belə söhbətlər mi eləyirlər, yoxsa başı örtülüləri dəvət elə ki, sən kim məcbur edir başı bağlamağa? Hə? Yəni bildiniz, yəni düz istiqamətə getmirik Sevinç xanım. Bunu mən görürəm və biz tək mən yox, hamımız görürük. Bunun nəticələrini görürük, bilirik. Bax, evladınız məktəbdədir də. Məsəl üçün, eşitmişsiniz, yıxsınlar məktəbdən, desinlər ki, hörmətli gənclərimiz, sabahın kişiləri... Tapsalar yığarlar, hərə bir yerdə hazırlıqdadır. O da başqa dərd. Bax, o da başqa dərd ki, baxın, məktəblər artıq 10-cu, 11-ci siniflər heç kim məktəbdə yoxdur. Və düz deyilirlər yoxdur. Bax, məktəbə niyə gedirlər? Attestat alıb universitetə daxil olmaq üçün. Məktəbdə imtahan və məktəb proqramını oxumaqla universitetə girmək olmur. Düzdür ya yox? Anormal bir sistem. Yəni anormal və bu yazıq valideyn də gedir məktəb direktoruna pul verir, uşağın adını orada qeyd elətdirir, bunu da götürür hazırlığa qoyur. Belə eləyirik də belə. Niyə bizi bu günə qoymusunuz? Qardaş, deyir ki, o közü basır əlinə, sonra deyir qışqırma canavarlara. Yəni sən cəmiyyəti bu yönə yönləndirib, sonra da deyirsən ki, məktəblər boşluq, korrupsiya, müəllimlər rüşvət alır, 11-ci siniflər yoxdur, yoxlamaq.